Kəndimizdəyim. Cəbrayıl rayonunun Sultanlıca. Görüntülərlə tanış oldunuz. Bax, bu kəndimizdəki ağsaqqallardan birinin məzarı olur. Ermənilər məzarı qazıblar. Mərhumun cəsədini, sümüklərini apardılar. Bu da məzardan geriyə qalanlardır. Müharibə dünyanın heç bir yerində əbədi olmur. Mən müharibənin əleyhinəyəm. Mən Azərbaycan gənclərinin həyatlarının ən şirin çağında ömürlərini yarıda qırılmasının əleyhinəyəm. Bu vəhşilikləri, bu vandallıqları unutmağın da əleyhinəyəm. Gələcəkdə övladlarınız sizdən soruşanda erməni kimdir? Belə cavab verin. Erməni atalarımızın, babalarımızın qəbrini görüşən kimi qazanır. Onların sümüklərini özləri ilə aparan məxluqdur.